Salam əziz dostlar. Ee, Keçən həftə bildiyiniz kimi traktor oyunlarında bir sıra olaylar yaşandı və bu hadisələr rəsmi dairələrdə və rəsmi orqanlarda heç bir şəkildə ələ alınıb danışılmadı. Bu hadisə və olayların bir ırqçılıq və rasizm məsələsi olduğunu bilməkdəyik. Bunun bir qisməti rasizm və ırqçılıq olsa da, bir tərəfdən də bu qadına qarşı sözlü şiddət və mərkəzçi kültürdə yerləşmiş ədəbsizlik kültürüdür. Bu növ hadisələrin keçmişi var. Məsələn, ən zirvəsi İran Ruznaməsinin təhqir içərən karikatur məsələsi olduğu kimi başqa səthlərdə onu bugün yenə yaşamaqdayıq və şahidik. Bu o deməkdir ki, bu gələcəkdə də yaşana bilər. Buna əsasən inanırıq ki, biz imtiyazlılara yalvarmaq yerinə, çünki imtiyazlılara yalvarmaq bizə nicat verməyəcək. Bunun yerinə teknolojinin və yeni dünyanın bizə verdiyi imkanlardan və sosial mediadan faydalanıb öz dərdimizi və uğradığımız rasizmi, təbiizi danışmalı və görünür hala gətirməyə çalışmalıyıq. Aldığımız bu müsahibələrdə biz Azərbaycanın siyasi ictimai fəallarını, elm adamlarını əlimiz çatdığı qədərilə dəvət edib sizlərlə onların arasında bir körpü olmağa çalışmışıq. Ümid edirik gələcəkdə aydınlarımız və elm adamlarımız fikirlərini və düşüncələrini böyük dinləyici qruplarına çatdırmaq üçün Ətək Yazı və Azərbaycan Civic Nation ilə irtibata keçsinlər. Bugünkü qonaqlarımızdan biri sosioloq İbrahim Rəməzanidir. İbrahim bəy əslində traktorla ilgili, traktor timi ilə ilgili bir kitab da yazıblar və orada rasizmi dəyərləndiriblər. Bu doğrultuda İbrahim bəyə suallarımız olacaq. Əziz İbrahim bəy, çox xoş gəlibsiniz. Sizə soruşmaq istəyirik. İranda rasizmlə bağlı və traktorun bu futbola necə yansıdığını, bu İrandakı rasizmin futbola necə yansıdığını və traktorda son oyununda yaşanan olaylarla ilgili nə düşünürsünüz? Bunu necə dəyərləndirə bilərik? Buyurun, siz eşidirik. Çox təşəkkür edirəm dəvətiniz üçün, sağ olun. Genelliklə biz İran'a baxdığımızda bunu görürük ki, bu rasizm bəzən bu 40 ili savunurlar. Deyirlər ki, bu 40 il içərisində dövlət elə araçlardan istifadə edib sistematik bir şəkildə bunu yayıbdır. Biz baxırıq ki, yox, bu Pəhləvi dönəmlərində də var idi. Bu 40 illik bir dönəmi kapsamır, daha geniş bir dönəmi kapsayır. Ancaq hər halda bu sosial media və iletişim araçları daha gücləndikdən sonra bunu biz deyə bilərik ki, bu daha bir sistematik və modern vasitələrlə zaman-zaman yapılmışdır İranda. Bunu genelliklə biz görürük ki, türklər və ərəblər əleyhinə daha çox, daha baskın olubdur. Biz özəlliklə futbola baxdığımızda, traktor məsələsinə baxdığımızda biz sadəcə bunu gündəlik məsələdə, gündəlik həyatımızda da yaşayırıq. İrandakı türklər olaraq və ya ərəblər olaraq, bəlkə kürdlər, bəlkə bəluçlar, bunların hamısı yaşayır zaten burada bu ırqçılığı. Buna məruz qalırlar. Amma biz baxdığımızda toplum içərisində bəlkə daha çoxdur. Amma biz futbola baxdığımızda geniş bir şəkildə bu yayılır. Ona görə zənn edirik ki, bu sadəcə bəlkə belə sahələrdə olur. Bu çox geniş bir sahələrdə baş verir. Gündəlik həyatda bunu sürəkli yaşayırıq, məruz qalırıq. Ancaq futbolda olduğu da bu geniş yayıldığı üçün biraz daha çox səs çıxarır. Bunun ən əsası səbəblərindən birisi toplum arasında bilgisizlikdir. Bu bilgisizlik dediyim buna dayanır. Bunu yapan insan onun pis olduğunu bilir. Mənim bu birisinə söyüş dediyim, birisinin etniyinə görə yanlış bir ifadə kullandığımda onun pis olduğunu bilirəm. O pisdir. Ancaq bunu kategorizə etdiyimizdə oradakı insanlar bəzən bilmirlər ki, bu nəcatpərəstlikdir. Nəcatpərəstliyin nə olduğunu bilə bilmirlər, ırqçılığın nə olduğunu bilə bilmirlər. Bunu heç o ırqçılığa qoymurlar. Sən o adama desən ki, sənin bu yaptığın ırqçılıqdır, yox deyəcəkdir. Onu ırqçılıq olaraq dəyərləndirmir. Mən 2013'də bu tez olaraq yazdığımda, sonra kitaba dönüşdüyündə bu traktorun bir iki dənə oyunçusu ilə görüşə bildim. 7-8 dənə oyununa getdim incələmək üçün.
Və onlardan da soruşdum ırkçılıq haqqında. Onlar dedi bizdə gərədərili oyuncu yox, bir iki dənə vardı İranda. Yəni onlara da yapılmır. Yəni sadəcə bu açıdan baxırlar. Yəni oradakı belə futbolcular belə bu məsələyə. Bunun dışında biz baxırıq ki, İran dərs kitablarında sürekli saldırgan bir dillə diğer toplumlara, diğer ülkelere yaklaşılır. Yani bu ne bileyim Amerika'ya da saldırgan bir dille, İsrail'e de saldırgan bir dille, bazen Türkiye'ye de böyle saldırgan bir dille ve diğer bazen komşu ülkelere böyle saldırgan bir dille. Bunu yani Şiicilikle birlikte birleştirerek bu tarzda saldırgan bir dille uşaqlara bunu öğretmeye çalışırlar yani. O yüzden yani bu insanlar eğitim görmemiş. Yani bunu bilmirlər yani. Ne olacağını, ne yapacağını, diğer insanlara necə davranacağını. Yani sadece onlarla bir dil fərqinin olduğunu, onun dışında yani o da bir insan olduğunu bunu bilmirlər. Onu daha aşağı görürlər, daha düşük bir seviyede görürlər. O yüzden bu eğitimsizlik Şah döneminden de devam edip İran İslam Cumhuriyeti döneminde de çok geniş bir şekilde Şiaçilikle birlikte yani yapılıbdı. Burada bir mesele vardır. O da bu ki bizim insanlarımız bu tarz şeye yani məruz qaldıqlarında çok geniş bir şekilde bunu ifşa etmeleri lazım. Bunun bir tek yolu var, o da ifşadır. Yani geniş bir şekilde bunu ifşa etmek lazım. Özellikle biz bu oyunlara, bu son oyuna geldiğimizde biz orada baxırıq ki, kadın olsun, erkek olsun, Piruzinin tərəfdarları. Hamısı birlikte bunu yapırlar. Ve bunu ne dönem? Bunu mesela 14 yıl bundan önce Kirman'da çok geniş bir şekilde böyle bir şey oldu, traktör əleyhinə. O zaman sosyal medya bu kadar geniş değildi. Yani indi, yani insanlar da bilgisizdi. Yani 14 yıl bundan önce ile indiye göre necatpərəstlik meselesine biz baktığımızda bütün dünyada ve İran'da da insanlar daha çok bilgilənibdi. Yani bunu bir tek ders kitaplarından öğrenmirler. Yani sosyal medyadan da öğrenirler yani bunu. Demek ki yani bu insanların bir gelişmesi lazımdı da, bir ağıllarında, bir fikirlerinde bir şeyin değişmesi lazımdı. Biz baxırıq ki, qadınla erkəklik olarak bu değişmeyibdi. Yani bu biraz yanlış anlaşılmasın da yani böyle bir şey vardı. İran'da ne deyirdi Futbol Federasyonu? Kadınlar gelmesin stadyuma. Çünkü orada erkekler çok bazen kötü sözler istifade edirlər. Söyüşlər, zadlar verirlər. Bu ailelerin orada olmaması, aileden de gəldikləri qadınlardı. Orada olmaması daha yaxşıdır. Ama biz bu oyunda gördük ki, ne kadar Piruzinin kadın tərəfdarları ne kadar kötü söyüşler deyirdiler. Yani bu biz görürük ki, bu toplumun her tarafına yansıyıb. Yani bu bir tek erkeklərə ait olan bir şey değil. Yani bu toplumun tamamını qapsayıbdı. Belki yani bizi eşitip görenler bunu bilirler. 3 ay bundan, 4 ay bundan önce Piruzinin müdiri amili İstiklal'ın müdiri amiline dedi ki, sen ləhcəni düzelt canlı bir yayında. Bu da bir ırkçılıqdır. Ona dedi, sen ləhcəni düzelt. Buna verilen tepki ne oldu? 2 ay bunu məhrum elədilər. Buna ömrə mita, madam ömr məhrum eləyəcəksən ki, bir daha onun tərəfdarı belə eləməsin. Vaxtı müdiri amil bu tərzdə yanaşır, onun tərəfdarı da gələr türklərə qarşı, traktora qarşı və ya başqa etniklərə qarşı bu tərzdə bəyanatlardan istifadə edir. Yəni xoşa gəlməz bəyanatlardan istifadə edir. Bunu bir tek şey değil yani. İndi traktorun öz müdiri amilidir, Səyid Müzəffəri də. Səyid Müzəffəri zamanında daverdi. FIFA'nın onlara verdiği şey var. Sen ırkçılığı gördüğün zaman oyunu durduracaksan. Səyid Müzəffəri bunları görmüş. Dəfələrcə də görmüş. Niye durdurmamış? Ya oyunu durdura bilərdin. Yani biz baxırıq ki, mesela İspanya'da Valencia'nın tərəfdarları bir tane Brezilli gərdərəli oyuncuya böyle ırkçılıq ifadeleri kullandılar. Neynədilər? 3 tane tərəfdarı ki, daha çok bunları organize eləmişdilər. 8 il boyunca zindan verdiler. Valencia timinə bir çox cərimələr qoydular. Onun stadyumunun bir çox yerini artık 5 oyun kapattılar oraya hiç tərəfdar gəlməsin diye. Bu tərzdə şey verirlər. Bizimkinə gəlincə mesele böyle olunca hamımız İranlıyıq, bir şey yoktur, deşməyin, deməyin və inkar edirlər bu məsələni. Və gördüyümüz bir şey də ki var. Geniş bir şəkildə bu şey olmadı. Sanki orada fəqət Əli Rıza Beyranvəndin anasına verilən söyüşlər öne çıxarıldı.
Onun dışında bir şey yazılmadı medyada. Halbuki bu çok geniş bir səviyyədə bir şeydir ki, buna yəni diqqət eləmək lazım, bunu görmək lazım, bunu bilmək lazım. Biz indi baxdığımızda dünyanın hər harasında belə bir şey olsaydı çox geniş bir təpki görürdü və media hər tərəfli bunu yazardı. Həm opposisionun mediası burada yazmadı, heç işarə eləmədi bu məsələyə. Həm İran iç mediası işarə eləmədi bu məsələyə. Yəni bunu əgər traktorun müdiri amili və rəisi Zunuzi bunu dilə gətirməsəydilər, deməsəydilər, media tamamilə bunu örtbas etməyə çalışırdı. Bu bir günlük düzələn bir şey deyil. Əgər bu 40 il eğitimsizlikdən baş vermişsə, buna 40 ildə, bəlkə 50 ildə gərəkir ki, buna eğitim verəsən ki, insanlar anlayır ki, bir-birinlə nə cür yaşayacaqdır, bir-birinə nə cür yanaşacaqdır, digər etniklərə necə ehtiram qoyacaqdır. Mən fikirləmirəm ki, bu sadəlikdə İranda düzələ. Bu gündəlik həyatımızda sürəkli yaşadığımız bir şeydir. Futbola yəni bu qədər səs gətirməsinin nədəni də budur ki, yəni 40 min nəfər, 30 min nəfər birdən-birə bu şüarı səsləndirirlər. Halbuki bunu türklər çox geniş bir şəkildə, sosial media olsun, orada yaşayırlar. Yəni ləhcələri məsxərəyə tutulur. Gündəlik həyatda yəni bir şeyi anlamadığında, bir farsça kəlməni anlamadığında üzrəm qanmaz olaraq görsənir. Halbuki bu çox normal bir şeydir. Yəni sən birisinin dilindən bir şeyi anlamaya bilərsən, o sənin dilində, o sən ana dilində, sən o kültürlə böyüməyibsən. Bunların hamısının nədənlərindən ən önəmli nədəni eğitimdir. İkincisi mediadır, üçüncüsü ailədir. Ki bunların hamısı çox yersiz qalıbdır. Çox yersiz qalıbdır və heç bunlara dəyər verilməyibdir. Ailələr uşaqlarına bunu öyrətməyiblər ki, sən digər insanlara necə davranacaqsan. Kitablarda bunu öyrətmirlər və sürəkli dediyim kimi çox saldırgan bir dillə digər etniklərə baxılır. Mən kitabları incələdiyimdə dərs kitablarında türklərdən bir-iki yerdə bəhs edilir. Bu bəhs etdikləri yerdə də türkləri aşağılamaya çalışır. Kürdlərin adı bir səfər dərsdə keçir. Bəluşların adı bir səfər dərsdə keçir. Gəzməli yer dediyində sürəkli farsların yaşadığı şəhərlər gəziləcək yer olaraq göstərilir. Əgər bunu sən ilkokul, ortaokul öğrencilərinə bu tərzdə kitablarda bir şey sunarsan, o özünü zaten üstün görəcəkdir. Çünki kitab digər etnikləri görmür. Kitab görmədiyi yerdə o kitabdan dərs alan uşaq da bunu görməyəcəkdir və o uşaq böyüdüyündə, stadiuma gəldiyində, toplum içərisinə gəldiyində sürəkli aşağılayacaqdır digər etnikləri, sürəkli şey yapacaqdır. Yəni bu kötülük yapacaqdır. Onun pis olduğunu bilir. Yəni insanla heyvanın fərqi budur. Yəni heyvan pis olduğunu anlamır. İnsan onun pis olduğunu anlar. Yəni davranışının pis olduğunu anlar. Amma bunu sadəcə pis olduğuyla deyil də bunu necatpərəstli olduğunu da bilməsi lazım. Necatpərəstliyin nə olduğunu gerçekten mediada, kitap dərslərində insanlara, öğrencilere öğretilmesi lazım. Yoksa bu öğretilmezse bu səviyyədə, bu tərzdə gedəcəkdir. Və bunlarla çox geniş bir şəkildə bunlara təpki vermək lazım. Dediyim kimi, əgər Persepolisin müdiri amili canlı yayında bir başqa birisinin ləhcəsini məsxərəyə tutursa, bu 3 ay məhrum edilirsə, o zaman onun tərəfdarı da gəlir, böyle geniş bir şəkildə türklərə çox kötü ifadələr kullanır. Və bunun yanı sıra qabaqdan gələnlik eləyərlər də və deyirlər ki, yəni sanki heç də olmayıb. O məsələni sadəcə indirgəyirlər ki, traktorun dərvazıbanına belə bir yanlış ifadələr kullanıldı. Ona görə Cumhuriyet İslam'ın hər zaman güddüyü bir siyasət vardı. Bu hər alanda belədir. İnkar. Yəni bu inkar eləməklə düzələcək bir şey deyil. Bu məsələ ilə bir şey deyil. Necatpərəstlik elə bir məsələ dərsən, bunu sürekli inkar eləyəsən və inanasan ki, inkarla bu düzələcək bir şeydir. Yox, bu inkarla düzələn bir şey deyil. Bunun üstünə çox dərin getməsi lazım. Bütün medianın bunun üzərinə dərin getməsi lazım. Bütün bu sahədə çalışan, bu alanda oxuyan, bilən insanlardan yəni bilgi almaları lazımdır. Bunu çox geniş bir şəkildə hər kəsin pisləməsi lazımdır yəni bu rəftarın. Amma biz görürük ki, maalesef bəzi yerli medialar olsun və ya opposisyondan türklərin öz mediaları olsun, bunun üzərinə gedirlər.
Bu tərzdə yanaşmalarla mən zənn eləmirəm ki, düzələr. Amma düzəlməyəcək deyə biz də üstünə getməyəcək deyilik. Yəni bizim vəzifəmiz budur ki, geniş bir şəkildə bunu ifşa eləyək. Dışarıda da belə birisi sənin danışdığın ləhcəni məsxərəyə tutarsa, çox sərt bir şəkildə ona təpki verməsi lazım. Eyni şəkildə ona nəcəfpərəstlik deyil, eyni şəkildə ona şey deyil, söyüş deyil. Amma bildirmən lazım. Ətrafdan keçən insanlar da onu bilsin ki, bu adam bu pis işi görür. Ona bildirməsi lazım ki, sənin bu yaptığın şey nəcəfpərəstlikdir. Bu gündəlik həyatda yapa biləcəyimiz bizim bir şeydir. Biz baxırıq ki, 3 il bundan öncə idi, 3 il zənn edirəm, 3 il 4 il bundan öncə idi. Rizvan Həkimzadə adlı bir müavin vəzir Amuzəş Pərvəriş gəldilər belə bir tərh qoydular ki, istiqlamlarda bundan sonra ləhcəni biz məsələ olaraq ortaya atacağıq ki, məsələn, ləhcəsi düzgün olan, yəni farsça düzgün danışan. Bəxti ki, bu xanım hal-hazırda Pezeşkiyan dönəmində də gəlir, yenə aynı müavinətə sahib olur. Bəs deyə bilərik ki, yəni bu tür davranan insanlara heç bir təpki verilmir. Onu tamamilə sən eğitimdən siləcəksən. Eğitimin başında, yəni ibtidai eğitimin zənn edirəm, müavinət ibtidai eğitimin. İbtidai eğitimin başında belə bir şəxsin olması, yəni gerçekten dünyanın heç bir yerində bəlkə belə bir şey görülməz. Onu tamamilə sən vizarətdən dışarı qoyacaqsan. Yəni onu tamamilə təhsildən mən eləyəcəksən. Bəxti bu təpkilər dövlət tərəfindən gəlmir, o zaman şey olacaq, yəni insanların bu qədər gücü yoxdur ki, gerçekten təpki versinlər. İnsanların gücü bu şəkildə olur ki, etirazlarını bildirirlər, sürekli bunu gündəmdə tuturlar, gündəmdən düşməsini istəmirlər. Çünki bu sürekli tekrarlanan bir şeydir. Ancaq dövlətin vəzifəsi budur ki, bu tür şəxsləri tamamilə bu alanlardan həsf edə, silə qoya qırağa. Çox dəyərli fikirlər üçün təşəkkür edirəm və çox önəmli bir Sağ nöqtəyə olun. toxundunuz əslində. Sürəkli məşq eləmək, sürəkli təmrin eləmək, sürəkli bu ingilislərin deyişlə awareness yaratmaq, yəni onu gündəmdə saxlamaq, ona bu haqda bilgini paylaşmaq və ona vaqif olmaq, vüqufu yaratmaq. Əziz İbrahim bəy, çox təşəkkür edirəm. Dəyərli vaxtınızı ayırıb bizimlə danışdığınız üçün. Sağ olun, var olun. Mən təşəkkür edirəm. Çox sağ olun, çox təşəkkür edirəm. Təşəkkürlər, sağ olun.